Salam uşaqlar, bugünkü dərsimiz Səfəv dövlətinin yaranması ilə bağlıdır. Bundan əvvəlki dərsdə, yəni Ərdəbil hakimliyi dərsində biz keçdik. 1500-cü ildə Cavanı döyüşü, daha sonra Şamaxının tutulması, Bakı üzərinə hücum, Şirvanşahlar xəzinəsinin ələ keçirilməsi, Fərrux Yasarın ölümü. Yəni bu proseslər keçən dərsimizdə, keçən videomuzda qeyd olunmuşdu. İndi isə keçək bu birisi dərsə. Ağqoyunlu Ərəbət Şirvan idarə edilməsi ilə bağlı İsmayıla təklif göndərir və İsmayıl bunu rədd edir və onlar arasında müharibə başlayır. 1501-ci ilin ortalarında Şərqi döyüş nəticəsində İsmailin şəxsi cəsarəti və böyük sərkərdəlik bacarığı ilə Qızılbaşlar Əlvənd Mirzənin qoşunlarını məğlub edir. Ağqoyunlu dövlətinin birinci qolu süqut edir. İndi Şərqi döyüşündə Qızılbaşların qələbəsi səbəblərinə baxaq. Mürtlərin şəriət yolu uğrunda ölümə hazır olması əsasən də İsmail üçün ölümə hazır olması və Qızılbaşların mənəviyyatca daha möhkəm olmaları qələbənin əsas səbəblərindən idi. Qələbədən sonra İsmail Azərbaycanın cənubuna Təbrizə doğru irəlilədi və 1501-ci ilin payızında Təbrizi özünü şah elan etməsi ilə Səfəv dövləti yarandı və özü isə Şah İsmail adını aldı. Və ilk paytaxtı Təbriz şəhəri oldu. 1503-cü ildə Həmədan yaxınında baş verən Alma bulağı döyüşündə nəticəsində Şah İsmail 12 min qoşunu ilə Fars və Cənubi İraqın hakimi Ağqoyunlu Sultan Murad 70 min qoşununu məğlub etdi. Bayandurlular sülaləsinin hakimiyyəti, yəni Ağqoyunlu dövlətinə son qoyuldu. Və bunun nəticəsində artıq geniş ərazi ələ keçirmək prosesi başladı və Səfəv dövləti imperatora çevrilməsi başlığı altında baxacaq. Özünü babası Həsən Padşahın siyasi varisi olaraq qeyd etdi və Ağqoyunlu dövləti sərhədlərini bərpa etməyə çalışmağa başladı. Və 1503-cü ildə İranın mərkəzi və şərq əyalətlərini, 1506 və 8-ci illərdə Şərqi Anadolu Ərəbaqını tabe etdi. Beləliklə, Diyarbəkirdən Xorasana qədər Səfəv dövləti ərazisində birləşdirdi. 1510-cu ildə Dərbəndi tutdu. Qafqazın mərkəzi və cənubi-qərb bölgələrini Dağıstan feodal hakimlərinin özünə tabe etdi. Bundan əlavə, 1510-cu ildə Mərv döyüşündə Özbək hökmdarı Şeybani xanı məğlub etdi. Amudəriyyəyə qədər bütün Xorasan ərazisini ələ keçirdi. Bu qələbə ilə Səfəv dövləti ərazisi genişlədi və imperiyaya çevrildi. Amudəriyadan Fərat çayındakı ərazi Səfəv imperiyasına daxil edildi. Şah 1-ci İsmailin dövründə Azərbaycan torpaqlarının əksər hissəsi vahid dövlətdə birləşdirilmişdi. Şirvanşahlar dövləti və Şəki hakimliyin mərkəzi hakimiyyətə tabe edildi. Yerli sülalələrin əlində yalnız daxili idarə etmə qalmışdı. Şirvan hökmdarı Şeyxşah, yəni 2-ci İbrahim öz adamlarını hədiyyələrlə Şah İsmailin sarayına göndərmiş və özünün ona sadiq olacağına inandırmış və nəticədə Şirvan idarəsini ona bağışlamışdı. Səfəv dövlətinin idarətinə və siyasi quruluşuna nəzər salaq. Səfəv dövlətinin bütün mühüm vəzifələrə ordu komandanlarına vilayət və idarə olunmasına və saray işlərinə Azərbaycan türk tayfalarından başçıları təyin olunmuşdu. Şah sarayında orduda və qismən diplomatik yarışmada Azərbaycan türk dili işlənilirdi. Səfəv dövlətinin siyasi və inzibati quruluşuna baxaq. Səfəv dövlətinin siyasi quruluşu Qaraqoyunlu Ağqoyunlu dövlətinin ənənələrinə əsaslanırdı. Lakin bu dövlətlər fərqli olaraq Səfəv dövləti güclü mərkəzləşmiş dövlət idi. Teokratik xüsusiyyətlərlə seçildi, yəni dini hakimiyyət, dini qanunlar daha üstün idi. Şah 1-ci İsmailin daxili siyasətində əsas istiqamətlərindən biri mərkəzləşmiş dövlət yaratmaq idi. Səfəv dövləti dövrün mənbələrində Qızılbaş adı ilə tanınırdı. Bu da Ərdəbil hakimliyi dərsində biz qeyd etmişik bunu. 17-ci əsrin ikinci yarısında Səfəv dövlətinin idarəçiliyində irsi prinsipin həyata keçirilməsi məmurlar bürokratiyasının güclənməsinə şərait yaratdı. İndi idarə etməyə baxaq. İdarə etmədə nələr var? Məsələn, şah kim idi? Qeyri-məhdud hakimiyyətə malik idi. Dövlətdə ali, dünyəvi və dini başçı sayılırdı. Şah 1-ci İsmail İslam dininin şiə mənsəbini dövlət dini elan etmişdi. Səfəvlərin Seyyid Nəsr və Muhammed Peyğəmbərin bağlanması onların sünni hökmdarı üstünlüyünü nümayiş etdirmək məqsədi daşıyırdı. Bu dini ideoloji zəmin əsasında sünniliyin hakim olduğu Osmanlı və Şeybani kəskin mübarizə aparılırdı. İndi vəkilə baxaq. Şahdan sonra ikinci şəxs idi. Şahın dünyəvi və dini işlərdə tam müqrib müavini idi. Ondan sonra hakimiyyətdə idarə olunmada Əmrəl-Ümara gəlirdi. Ordunun baş komandanı idi. Bu vəzifə əsasən Azərbaycan qızılbaşlarına həvalə olunurdu. Hətta Şah İsmailin tələbətçisi olan, yəni lələsi olan Hüseyn bəy Şamlı bu vəzifə təyin edilsə də mərkəzdən uzaqlaşma meylləri səbəbilə vəzifədən kənarlaşmışdı. Daha sonra vəzir vəzifəsi gəlirdi. Mülki maliyyə işlərə baxırdı. Dövlət gəlir və xərclərini nəzarətdə saxlayırdı. Sonra sədr gəlirdi. Dini idarələrə başçılıq edirdi. Vəqf işlərinə idarə edirdi. Ondan sonra qorçubaşı idi. Qorçubaşı kim idi? Ordunun çərik dəstələrinin rəhbəri edirdi. Dövlətin qoşunun əsasını Azərbaycan türklərindən ibarət elatlardan və toplanmış çərik adlı 6 dəstələr təşkil edirdi.
İndi qazı vəzifəsi var. Qazı vəzifəsinə baxaq. Şəriət əsasında məhkəmə işlərini həyata keçirilirdi. Daha sonra Ali Məclis var idi. Şahın yanında fəaliyyət göstərən 12 nəfər nüfuzlu əmirdən ibarət məşvərətçi orqan idi, yəni məşvərət orqanı idi. Daha sonra Bəylərbəyi var idi. Bəylərbəyi kim idi? Bəylərbəyini idarə edirdi. Şah tərəfindən seçilirdi, birbaş şaha tabe idi. Vergi toplayır, toplanan vergilər qoşun saxlayırdı Bəylərbəyi ərazisində. Daha sonra Bəylərbəyi vəzir var idi, maliyyə işlərini yerinə yetirirdi. Bəylərbəyinin rəhbərliyi altında fəaliyyət göstərsə də yalnız mərkəzi divana hesabat verirdi. Daha sonra digər inzibati vəzifələr var. Məsələn, naib 16-cı əsrdən 17-ci əsrə kimidir, mahalları idarə edirdi. Daha sonra Qolbəyi var idi, 17-ci əsrdə o da mahalları idarə edirdi və Bəylərbəyi tərəfindən təyin olunurdu. Daha sonra Kəndxuda var idi, kəndləri idarə edirdi. Kələntər var idi, şəhərləri idarə edirdi. Darğa var idi, şəhərdə asayişi qoruyurdu, yəni bir növ polis rolunu oynayırdı. Daha sonra Sultan var idi, kiçik inzibati vahidi idarə edirdi və Qolbəyiyə tabe idi. Ondan da sonra var idi 17-ci əsrdən başlayaraq xan adlanan ali hərbi inzibati mövqe tutan şəxslər idi. Daha sonra Səfəv dövləti Azərbaycan ərazisinə böldüyü Bəylərbəyliyi. Baxın, yəni bu Azərbaycan ərazisinə böldüyü, yəni Bəylərbəyliyi ərazisi sayılır, yəni cənub və şimal daxil olmaqla. Qarabağ Bəylərbəyliyi mərkəzi Gəncə şəhəridir. Təbriz Bəylərbəyliyi idi, mərkəzi Təbriz şəhəri idi. Daha sonra Şirvan Bəylərbəyliyi idi. Şirvan Bəylərbəyliyi 1547-ci ildə 1538-də yaranacaq və 47-yə qədər ona Təhmasibin qardaşı başçılıq edəcək Əlqas Mirzə. Daha sonra Çuxurşad Bəylərbəyliyi var idi, mərkəzi İrəvan şəhəri idi. İnzibati quruluşuna baxaq, Bəylərbəylik mahal, şəhər və kəndə bölünürdü. Bunlar da öz növbəsində biz dedik. Bəylərbəyi, naib, Kələntər və Kəndxuda idarə edirdi. İndi isə Ağqoyunlu idarəçi ilə oxşar cəhətlərinə, bir də fərqli cəhətlərinə baxaq. Birinci oxşar cəhətlərinə baxaq. Hökmdarın yanında məşvərətçi orqan fəaliyyət göstərirdi. Ordunun baş komandanı Əmər Umar adlanırdı və maliyyə işlərinə vəzir başçılıq edirdi. İndi fərqli cəhətlərinə baxaq. Səfəv dövlətində şah, Qaraqoyunlu Ağqoyunlu dövlətində padşah idarə edirdi. Səfəvlərin ikinci şəxs vəkil, digərlərinə, yəni Ağqoyunlu və Qaraqoyunlu isə Əmir Umara var idi. Yalnız Səfəvlər dövründə teokratik, yəni Səfəvlər dövründə teokratik, yəni dini qanunlar əsaslanan məşrələşmiş dövlət qurulmuşdu. Hökmdarlar var burada. Bunları da videonu saxlayıb baxarsınız özünüz. Ta ki Azərbaycan idarəsində iştirak etmiş, Səfəv dövlətinin idarəsində iştirak etmiş hökmdarlardır. Xəritəyə biz qayıdaq, xəritəyə baxaq, burada xəritələrə baxaq. Biz dedik ki, ilk olaraq bunların yaranma mərkəzi ərazidir, yəni Ərdəbil ərazisidir və burada ilk yürüşümləri burada qurulub. Daha sonra paytaxt şəhər olaraq biz dərsdə keçdiyimiz gələcək dərslərdə o biz paytaxtlarda keçəcəyik. Təbriz şəhəridir. Təbriz şəhəri 1501-ci ildə paytaxt elan olunur. Səfəvlərin ilk hücumu hələ dövlət qurulmamışdan əvvəl bu əraziyə olur. İlk hücumları bu ərazidədir. Daha sonra Şirvanşah ərazisinə, yəni bu birinci bura hücum olur. Daha sonra biz dedik ki, Naxçıvan ərazisində, yəni Şərir düzündə bu ərazidə Əhməd Mirzənin qoşunları məğlub eləyir. Daha sonra bu ərazidə isə Murad Mirzənin qoşunlarını məğlub eləyir və demək olar ki, Ağqoyunlu dövlətini tamamilə son qoyur. Bundan sonraki proseslərə diqqət etirsək, artıq ümumi demək olar ki, Azərbaycanın, yəni Ağqoyunlu'nun əraziləri olan bir sözlə deyək, yəni İranın mərkəzi olsun, İranın şərqi olsun, Şərqi Anadolu ərazisi olsun, İraq olsun, bu əraziləri ələ keçirilir. Daha sonraki müharibələrdə isə artıq biz bu ştrixlə göstərilmiş ərazilər var. Bu ərazilərə qədər gəlib çıxır və burada Mərv döyüşündə artıq bu ərazilərdə, yəni Amudəriyə qədər olan bütün ərazilərdə hətta özünə birləşdirir. Diqqətlə baxsaq, yəni ərazi artıq böyük bir imperiya ərazisinə çevrilir. Yəni bu əraziləri əhatə edir ərazisi. Və bu ərazilər gələcək dərslərimizdə görəcəyik. Osmanlıla müharibələr nəticəsində çox hissəsi əldən çıxacaq. Ümidvaram sizin üçün faydalı olacaq. Yəni burada paytaxt da göstərildi, istiqamətlər də göstərildi və sizin üçün faydalı oldu. Çox sağ olun.